Salam qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Mən də şükür yaxşıyam. Demək, burada qızları yoldan çəkirəm çünki tez bazar hazırlaşdım və çəkməyi unuttum. Təmin oğlunun 6 yaşı olurdu. Ona gedirdik. Belə hər kəs yığılmışdı. Ad günü bəhanə idi. Məqsəd ailə üzvlərini, birinci dərəcəli qohumları bir araya yığmaq idi. Maraqlı keçdi, şən keçdi. Həm uşağın könlü xoş oldu, həm də böyüklərin könlü xoş oldu. Təbrikimizi elədik. Sonra da gəldik. Belə. Demək qızlar, ad gündən sonra atam gilə getdi. Yol üstü araza gedib bir kişi aldıq çay içməyə. Simska falan aldıq. Belə tabaq gözüylə də keşkül yoxlamaq istədim, amma xoşum gəlmədi. Qızlar, gəldim evimə, işimə. Gəldim, su yoxdur. Nəsə, mən də videonu çəkmək istəmədim. Araza girmişdik. Belə bunları endirmə düşmüşdü. Bunlardan götürdüm. Bunu özüm üçün, yoldaşım üçün. Arada parka düşəndə lazım. Sonra bunlar da endirimdəydi. Qonağım olacaq deyənə götürmüşəm. Belə, bir də sevərim şampunu. 6 manat neçə qəfiyə düşmüşdü. Bir de bu sular, düzdür çaydan tökmüşəm, boşaldı. Bunları belə götürmüşəm. 1 manat 60 qəpiyə indirmə düşmüşdü. Burada da paltaryanı qoşmuşam. Paltaryan yusun. Həm də yemək hazırlayıram. 2000 years later. Demək qızlar, həm diyetədənəm, həm də səhərlər elə çox bir şey yeyə bilmirəm deyənə özümə görə bir tabaq hazırladım. Qızlar, səhər yeməyindən sonra burayla bağlı bir ideya gəldi ağlıma. İndi onu buralarda görsək ki, işlərim. Saat da 5'e qalıb. İnşallah indi gətirib eləyim. İdeya alındıra bilsəm, yəni bölüşəcəm. Alındıra bilməsəm də bölüşəcəm. İzləmdə qalın. Yəni qızlar, onu deyə bilərəm ki, mənim divanım uqlavoydu və 3 parçadan ibarətdir. Yanlar və künc. Mən küncünü otağa tuturdum, yəni həm də pəncərəni tuturdu. İstəyirdim pəncərənin qabağı açıq qalsın, otaq daha fərah görsənsin. Nəsə, nə başınızı ağrıdım. O küncü qoymuşdum otağın başına və yer tuturdu. Mən də fikirləşdim ki, bunu görüm qapıdan keçirdi kuxnaya sala bilsəm, yaxşı olar. Həm oturmaq, həm də sonra gördüm ki, həm pis olur, həm otaq tutulur, həm də qapıdan keçmədi. Nə yalan deyim. Həm də fikirləşdim ki, elə qoy olduğu yerdə qalsın, birləşdirim divanı, eyb yox, pəncərənin qabağını tutsa da. Burada da Aykanın vloglarını izləyirdim, yoldaşım sağ olsun, ayaqlarını bağladım, mən özüm eləyirdim, dedi yox, sən çəkin, mən özüm eləyərəm, belə. Bu da bizim axşam yeməyimiz. Sonra qızlar keçdim buz yerini düzənləməyə. Həm dedim təmizləyim, həm sərgiyə salım, həm də alışverişə gedəcəkdim deyənə. Baxım görüm, nə var, nə yox evdə. Mən həmişə qızlar adi dilimlənmiş çörək və yaxud qara çörək, ya zavod çörəyi xaladenikdə saxlayıram. Birdən elə olur ki, yəni çölə çıxmaq axot olmur və yaxud gecənin birində gündüzdən çörək bitir və yaxud gecə saat neçədə məsələn istəyirəm tost eləmək. Çıxardıram, qızdırıram, özüm üçün tost falan məsələn. Həmişə ona görə xaladenikdə hazır saxlayıram. Mən belə deyim də, yarpaqlarımı da alıram yumadan. Pinqvinləri doldurub buz yerinə qoyuram. Heç nə banka batırmağa, nə duzusu, heç nə ehtiyac yoxdur. Sonra onu buzluqdan çıxardıram, açılır. Biraz ilıq suda saxlayıram. 1-2 dəqiqə isti suda. Sonra yəni ki, bükürəm. Yəni heç qaynatmaq, saatlarla qaynatmağa falan ehtiyac olmur. Həm də mən xoşlayıram ki, mən buzluğu açanda hər şey olsun, şabalı, bir aşa nə lazımdır o. Gərək bir-iki şey var, onu siyah tutum, yığım. Burada da kəsmiklərim də var, çünki mən kəsmikləri çox alıram deyənə buzluğa atıram ki, xarab olmasın.
Belə, buzluğumu da sergiyə saldım. Keçdim sürmələrin təmizliyinə. Məndə həmişə üz sürmələr, nə bilim, tez batır. Ona görə mən demək olar ki, 3 gündən bir onların hamısını sökürəm, yuyuram, qaşıqlara falan hamısını təmizləyirəm, yerini tozlandıram. Əl dəymişkən elə bütün sürmələri sergiyə saldım. Prosta ki, sonra necə olubsa videolar silinib. Mən əlimdə qalan videoları editlədim. Mebellərin də üzərini sildim qəşəng. Qızlar, mənim üç sürməm qırılıb, xarab olub. İstəyirəm ki, mərmər eləyim buraları ki, ömürlük getsin. İndi yaxşı mərmər, yəni aldatmasınlar. Çünki bir dəfə aldatılıb, başımıza gəlib, ona görə istəmirəm ikinci dəfə də aldadılaq. Özüm üçün belə yorğunluq kafesi hazırladım, kofesi hazırladım və yoldaşım üçün buzluqdan çıxartmışdım, yanına ərişdə elədim. Keçdim qızlar, ətim var idi, çəkdim. Dedim ki, kələm dolması hazırlayayım. Kələmim də var idi deyənə, dedim hazırlayayım. Atım buzluğa ki, buzluğumda çalışıram ki, ağır yeməklərim olsun ki, qonaqlarım gələndə həm rahat oluram elə olanda. Onsuz bütün günü yəni evdar xanımam, evdə otururam. Yəni vaxtımı dəyərləndirim də, yəni onsuz o vaxt gedir. Qonaq gələndə də çox yəni əl-ayağa düşmürəm, rahat oluram məsələn. Hal-hazırda da yəni qidalarım var. Bilirəm ki, 1, 5, 6 nəfər qarşılayacaq qədər, yəni hazırlıq görmüşəm, buzluğumda var. Hər qidanı da buzluğa atmaq olmur. İndi məsələn var da. Məsələn, qaroq da alıram, stal içinə eləyirəm. Onun hamısını eləmirəm, çünki biz 2 nəfərik, yoldaşım mən. Yəni bizə özdə bilirsiniz ki, yəni stal içində çox saxlamaq olmur, qıcqırır. 2 günlük hazırlayıram maksimal. Biraz yarısını istifadə edirəm, yarısını buzluğa atıram. Məsələn, aş falan istifadə edəndə aşağı tökürəm, sonra qarğıdalı olsun. Yəni salat eləyirəm, hamısını eləmirəm, yarısını eləyirəm. Çünki bir yeməyi hər dəfə bir neçə gün yemək olmur, adam tez sıxılır. Demək qızlar, dolmalarımı hazırladım, buzluğuma yerləşdirdim. Sonra buzluqda südüm var idi, onu da bişirdim. Biraz qatığım var idi, turş deyil, yaxşı. Onu südlə mayalandırdım. Qoydum ki, mayalansın. Belə qəşəng qatıqlarım olmuşdu. Bugündən bu qədər. Sağ olun, hələlik.